Bu diyar poeziya ruhludur. Ona şairlərin, sənət adamların vətəni, ilham mənbəyi də deyirlər. Burada təbiət insana yazıb yaratmaq üçün ruh verir. O, Kiçik Qafqaz dağ silsiləsinin yamaçlarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə Qazax düzənliyinin qərb hissəsində yerləşir. Ona Azərbaycanın qərbə açılan qapısı da deyirlər. O, Böyük Qafqaz dağlarının cənub ətəklərini və Kiçik Qafqaz dağlarının şimal yamaçlarını əhatə edir. Bu diyar həm Gürcüstan, həm də Ermənistan Respublikası ilə həmsərhəddir. Onun zəngin tarixi və göz oxşayan təbiəti var. Bu bölgənin rəmzlərindən biri dağdır. Çox hündür olması da dəyəri qat-qat böyükdür. Bura şairlərin, yazıçıların vətəni Qazaxdır. Onu kəşf eləmək üçün buradayıq. Salam Qazax. Qazaxın təbiəti əsasən düzənlik, cənub hissəsi isə alçaq dağlardır. Şimalda Tuqay meşələri və Ceyrançol qışlaqları yerləşir. Məşhur Göyəzən, Avey dağları, Damcılı bulağı da Qazaxdadır. Paytaxt Bakıdan Qazaxa qədər olan məsafə 469 kilometrdir. Şəhər tarixi abidələr, mədəniyyət ocaqları, muzeylər və müxtəlif məzmunda qurulan parklarla zəngindir. Qazaxın təbiətinin seyrinə çıxmazdan əvvəl şəhərlə yaxından tanış olun. Bu sizə qədim tarixə sahib olan Qazax haqqında çox şey deyəcək. Qazaxın mərkəzində tarixi abidələr çoxdur. Onlardan biri də gördüyünüz bu iki günbəzli Arran memarlığı üslubunda İsrafil ağanın maliyyəsi ilə tikilən İsrafil ağa hamamıdır. O 1905-7-ci illərdə inşa olunub. Mütəxəssislərin fikrincə İsrafil ağa hamamının tikinti tipi Azərbaycanın digər bölgələrində rast gəlinmir. Hamamın binası memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpişdən kirəclə hörülüb. İsrafil ağa hamamı ilə üzbəyüz 1901-ci ilə aid əzəmətli Cümə məscidi yerləşir. Məscidin binası qırmızı kərpişdən tikilib. Giriş hissəsini başdaq bəzəyir. 18 metrlik qoşa minarənin qülləsi dəmir təbəqə ilə işlənib. Məscid interyer həm də eksteryer baxımından zövqlə tikilib. Cümə məscidi və İsrafil ağa hamamının yaxınlığında yerləşən Fəxri Qazaxlar Parkı da diqqətinizi çəkə biləcək yerlərdəndir. Bura Qazaxda dünyaya göz açan məşhur insanların, dünya şöhrətli şəxsiyyətlərin parkıdır. Parkın əsası 2006-cı ildə qoyulubdur. Onu da qeyd edeyim ki, burada siz onların büstü ilə yanaşı gözəl bir park mənzərəsi ilə rastlaşacaqsınız. Parkın adı Mütəfəkkirlər və ya Fəxri Qazaxlar Parkıdır.
buradakı insanlar öz sahəsində ilklərə imza atan şəxsiyyətlərdir. Yerli sakinlər bura istirahət və görüş məkanı kimi üstünlük verirlər. Park bir növ açıq havada muzey funksiyasını daşıdığı üçün Qazaxa gələn qonaqların ilk növbədə ziyarət etdiyi ünvanlardan biri sayılır. Azərbaycan poeziyasının parlaq nümayəndəsi Səməd Vurğunun adı dünyaya göz açdığı Qazaxda çox əbədiləşdirilib. Yuxarı Salahlı kəndində, səfalı güşələrdən birində şairin poeziya evi fəaliyyət göstərir. 1975-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində xalq şairi Səməd Vurğunun ev muzeyinin açılışı olur. Bir il sonra isə şairin də olduğu Qazax rayonunda həmin ev muzeyi nəzdində Səməd Vurğun Poeziya Muzeyinin açılışı baş tutur. Burada şairin həyat və yaradıcılığına həsr olunmuş eksponatlar nümayiş olunur. Qazaxa gələn hər kəs şairlə daha yaxından tanış olmaq üçün məhz bu ev muzeyini ziyarət edir. Poeziya evində Səməd Vurğunun yazdığı əsərlərlə yaxından tanış ola və şairin şəxsi əşyalarını da görə bilərsiniz. Parkları, rəsm qaleriyalarını, muzeyləri gəzdikcə Qazaxla tanışlıqdan zövq alırsan. Qazaxın xəmiri sənətlə yoğrulub deyirlər. Şəhəri gəzdikcə bunu daha yaxşı hiss eləyirsən. Qazaxda gəzib görə biləcəyiniz yerlər çoxdur. Onların içərisində muzeylərin də xüsusi yeri var. Hal-hazırda biz Tarix-Diyarşünaslıq muzeyindəyik. Burada siz Qazaxın qədim keçmişi, bundan başqa müasir dövrü və şəxsiyyətləri haqqında da xeyli məlumat toplaya bilərsiniz. Tarix-Diyarşünaslıq muzeyi 1984-cü ildə yaradılıb. 2016-cı ildə yenidən təmir olunaraq istifadəyə verilib. Muzeydə 3000-ə yaxın eksponat mühafizə olunur. Qazax rayonu Azərbaycanın rayonları içərisində öz zəngin mədəniyyəti ilə seçilən bir rayonlardandır. Və Azərbaycanın qərb bölgəsində yerləşir və bəzi mənbələrdə qərb qapısı da adlandırılır. Qazaxın tarixi eradan əvvəl 100-cü minliyə qədər dövrə əhatə edən paleolit dövrünün alt mərhələsinə aiddir. Bunu sübut edən Avey dağ mağarasından tapılmış olan maddi mədəniyyət nümunələri sübut edir. Qazax sözünün toponim olaraq mənasına gəldikdə igid, döyüşkən kimi də deyilir və eyni zamanda Həmdullah Qəzvinin verdiyi məlumatlarda bu tayfa adı olaraq adı çəkilir Qazax. Və Səfəvilər dövləti tarixində də Qazax tayfasının adı çəkilir. Şah İsmayıla qoşulan qızılbaş tayfaları içərisində Qazax tayfalarının da adı çəkilir. Qazax qədim və qiymətli abidələr diyarıdır. Bölgədə 3 dünya əhəmiyyətli abidə var. Onlardan biri Avey qoruğunda yerləşən Damcılı mağaralarıdır.
Avey Dövlət Tarix Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb. Qoruq adını Avey dağından götürüb. Avey Gürcüstan və Qazax rayonu arasında yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri Ağbozumtul dağ silsiləsidir. O, Qazaxın Daş Salahlı kəndindən 12 kilometr aralıdadır. Qoruğun 3 filialı var. Əskipara filialı Yuxarı Əskipara kəndindədir. İkinci filial Azərbaycanda çox məşhur olan Damcılı mağarasıdır. Damcılı mağarası Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. 1953-cü ildə tanınmış Azərbaycanlı arxeoloq Məmməd Əli Hüseynov bu yerdə arxeoloji tədqiqatlar aparıb və tapılan maddi mədəniyyət nümunələri əsasında sübut edilir ki, ərazidə qədim insanların məskunlaşdığı 30-a yaxın mağara var. Daş dövrünə aid edilən mağarada aparılan qazıntılar zamanı müxtəlif dövrlərə aid 8000-dən artıq arxeoloji materiallar tapılıb. Təxminən 90 min il qədimdən 9000 il əvvələdək burada qaynar həyat olub. ...1956-cı ildə aparılan arxeoloji tədqiqatlar zamanı Damcılı mağara düşərgəsində Damcılı bulağı da üzə çıxarılıb. Avey qoruğu ərazisində 3 dünya əhəmiyyətli abidə var. Onlardan biri də Damcılı mağarasıdır. Su qayaların arasından damcı şəklində töküldüyü üçün ona bu adı veriblər, Damcılı. Yerli və xarici turistlər bura tez-tez gəlirlər. Mütəxəssislərin araşdırmalarına görə bura vaxtilə ibtidai insanların yaşayış məskəni olub. Damcılı bulağı ümumi hündürlüyü 1000 metrə çatan nəhəng qayalardan süzülür. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın isə 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonunun əsas istirahət yeri, turizm mərkəzidir. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdədir. Avey qoruğunun daha bir filialı Göyəzəndir. Dağ düzənliyə bastırılmış möhtəşəm sütuna bənzəyir. Göyəzən dağı mərkəzdən 20 kilometr aralıda, Alpot və Abbasbəyli kəndləri ərazisində yerləşir. Avey qoruğu ərazisindəyik. Bu qoruqda bir neçə təbii abidə var. Onlardan biri də Göyəzən dağıdır. Tabaşir dövründə vulkan püskürməsi nəticəsində yaranıb. Yerli sakinlər onu dünyanın mərkəzi adlandırırlar. Elmi mənbələrə əsasən Göyəzən dağının süxurları yuxarı Təbaşir dövrünə, təxminən 70-90 milyon il əvvəl aiddir. Yəni o, Kiçik Qafqazın şimal-qərb hissəsində baş verən vulkanizmin son mərhələləri zamanı formalaşıb.
Geoloqlar onun tərkibini əsasən andezit, bazalt və tuf süxurları kimi müəyyən ediblər. Bu da onun vulkanik mənşəyini təsdiqləyir. Göyəzən dağının dəniz səviyyəsinin hündürlüyü isə təxminən 857 metrdir. Göyəzən dağında orta əsrlərə aid 7 bürclü qala divarları və 4 künc bina qalıqları aşkar edilib. Dibində və ətəyində iri və qədim yaşayış yerin 7 bucaqlı qalanın qalıqları görünür. Qazaxın rəmzlərindən biri, bəlkə də birincisi olan Göyəzən dağının ətəklərində qədim qala qalıqları, gözətçi bürcləri var. Ortasında isə ibtidai insanların yaşadığı deyilən mağarada yerləşir. Ümumiyyətlə isə Göyəzən dağı çox möhtəşəm və əzəmətli dağdır. Deyilənlərə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanırmış. Göyəzən istehkamının 9-12-ci əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzənin adı ilə bağlı fərziyyələr müxtəlifdir. Bəzi mütəxəssislər onu Göyozan və ya Ozan kəndi kimi yozsalar da, digərləri onun adına Küy Əzəl mənasını verirlər. Ədəbiyyat adamları isə dağın adını göydələn, göyə baş vuran kimi mənalandırırlar. Ayaq qoymağa yer var, amma əl tutmağa yer yoxdur. Göyəzən dağı dağ həvəskarları, dağ sevərlər üçün çox cəlb edən bir dağdır. Amma bura bələdçisiz gəlmək məsləhət deyil. Çünki dağın müəyyən hissəsinə qədər çıxmaq olar, amma bəzi yerləri çox təhlükəli və sıldırımlıdır. Əl tutmağa yer yoxdur. Mütləq kömək və ya kəndirdən və yaxud da alpinistlərin ləvazimatlarından istifadə etmək lazımdır. Biz isə yolumuza davam edirik. Avey qoruğunda kəşf olunması hələ çox yerlər var. Yaşı hələ tam bilinməyən abidələr, qədim yaşayış məskənləri, unikal tapıntılar nəinki Qazaxın tarixini, həm də insanlığın keçmişini, həyat tərzini, mədəniyyətini öyrənməyə imkan verir. Qazax sanki keçmişlə bugün arasında sehirli bir qapıdır. Sadəcə o qapını açıb kəşf etmək lazımdır. Qazaxda daha bir kəşf olunmayan abidə Gəmiqayadır. Təpə 1-ci Şıxlı kəndinin yanında yerləşir. Alimlərin fikrincə burada tapılan saxsı qab parçalarını Qazaxın başqa yerində aşkarlanan analoji əşyalarla müqayisə edəndə Gəmiqaya qədim yaşayış məskəninin erkən dəmir dövrünə aid etmək mümkündür. Yəni eramızdan əvvəl 8-6-cı əsrlərə. Ərazinin bir tərəfi uçurumdur. Təpənin zirvəsindən Kür çayını və Tuqay meşələrinə gözəl bir mənzərə açılır. Qazaxda təbiət də tarix kimi unikal və sehirlidir. Burada sən onun sehrinə tez düşə bilərsən. Ağstafaçay su anbarı süni göl olsa da ətrafda inanılmaz təbiət gözəllikləri yaranıb. Palıd meşələri isə ərazinin ekosistemini zənginləşdirir.
Qazaxda görməli yerlərdən biri də Ağstafa çay üzərində qurulan Ağstafa çay su anbarıdır. O 1971-ci ildə istismara verilibdir. Su anbarının ətrafında çox gözəl təbiət mənzərəsi var. Yaxınlıqda isə palıd meşəliyi yerləşir. Vaxtaşırı yerli sakinlər və yerli turistlər bura dincəlməyə gəlirlər. Su anbarı Ermənistanla çox yaxın sərhəd ərazidədir. Ətrafda qədim abidələr də mövcuddur. Koroğlu qalası kimi tanınan Didivan qalası da burada inşa edilib. Gördüyünüz bu qala Didivan qalası və ya Didivan qülləsidir. O Qazaxın mərkəzindən 5 kilometr aralı məsafədə yerləşir. Qalanın inşası 6-7-ci əsrə aiddir. El arasında ona Koroğlu qalası da deyirlər. O qədim karvan yolunun qırağındadır. Adının mənası Dədəban, yəni dədə evi kimi izah edilir. Başqa bir fərziyə görə isə Didi fars sözü olub, mənası göz deməkdir. Van isə məskən, məntəqə anlamındadır. Gözətçi məntəqəsi mənasını verir. Ağstafa su anbarının yaxınlığında yerləşən Didivan qalası dairəvi formadadır. İçi boşdur. Hündürlüyü 8,3, diametri isə 5,9 metrdir. Mütəxəssislərin fikrincə bu abidə vaxtilə gözətçi qalası olub. Qalanın ərazisindən baxanda Ağstafa çay su anbarının füsunkar mənzərəsini də görmək mümkündür. Heyrətamiz təbiət gözəlliklərinə sahib olan Qazax, alimlərin araşdırmalarına əsasən arxeoloji baxımdan hələ tam kəşf olunmuyor. Onun sinəsində unikal bir tarix yatır. Bu tarix tək Azərbaycan üçün deyil, bəşəriyyət üçün də faydalıdır. Çünki Qazax başlanğıcdır. Xanlıqlar kəndi ərazisində Qazaxda mövcud olan 3 dünya əhəmiyyətli abidələrdən biri Baba Dərviş qədim yaşayış məskəni yerləşir. Ötən əsrin 50-ci, 60-cı illərində burada aparılmış arxeoloji qazıntılar zamanı çoxlu sayda müxtəlif dövrlərə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdu. 1966-cı ildə burada aparılan arxeoloji qazıntılar nəticəsində 3 təbəqə aşkar olunub. 5-ci, 3-cü və 1-ci minilliyə aid. Ümumiyyətlə, arxeoloji qazıntıların nəticəsi göstərir ki, Baba Dərviş qədim yaşayış məskəni tək Azərbaycan ya Qafqaz üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Unikal tarixi abidə olan Baba Dərviş eramızdan əvvəl 3-cü minilliyə aid qədim yaşayış məskənidir. 20-ci əsrdə müxtəlif illərdə aparılan arxeoloji qazıntılar zamanı eneolit, ilk tunç və dəmir dövrünə aid maddi mədəniyyət nümunələri tapılıb. Tədqiqatçıların fikrincə vaxtilə burada böyük yaşayış məskəni olub. Üzdə olan 3 türbə və qəbir daşlarıdır. Alimlər əmindirlər ki, burada yerin altında böyük bir şəhər yatır.
Qazağın hər sahədə bəxti gətirib. O, qədim və zəngin tarixə, dünya əhəmiyyətli abidələrə, şair ruhlu təbiətə və dadlı ləzzətli mətbəxə sahibdir. Qazağın çox zəngin mətbəxin içərisində xəngəlin xüsusi yeri var. Bugün biz xəngəl hazırlayacağıq. Hal-hazırda Qazağın Daş Salahlı kəndindəyik. Və bu işdə mənə kömək eləyəcək, daha doğrusu bu işi görəcək adamlar Nərgiz xanım və Mətanət xanımdır. Necəsiz? Çox sağ olun, yaxşıyıq. Bizə nə lazımdır xəngəli hazırlamaqdan ötürü, hansı ingrediyentlər lazımdır və bu proses necə baş verir? Bu barədə zəhmət olmasa danışın. Xəngəl hazırlamaq üçün əvvəlcə un lazımdır, duz, bir də su. Ondan biz xəmir yoğuruq, xəmir hazırlayırıq, kündə tuturuq, kündəliyirik, yayırıq, kəsirik, qoyuruq bir tərəfə. Nərgiz xanım odur, yayır, kəsəcək indi. Sonra biz soğanı doğrayırıq, yağ soğan hazırlayırıq. Beçə qızartmasından süfrəyə veririk, beçəmiz də budur, hazırlayacağıq. Öncə onu doğrayıb, qızardıb, xəngəlin üstünə tökürük. O da bizim yenə qurudumuzdur, xəngəl üçün. Bu da hazır formasıdır. Qurudu əzib, xəmirin üstə tökürük da, belə xəngəlin. Bişirmək üçün artıq hər şey hazırdır. Başlayaq. Mətanət xanım toyuğu hazırlayana qədər onu da diqqətinizə çatdırım ki, bugün tək xəngəl olmayacaq, həm də fəsəli bişirəcəklər və qatlama da olacaq. Onu da deyim ki, belə bir qatlamanı yalnız Daş Salahlıda yeyə bilərsiniz. İndi fəsəli bişirmə prosesi olacaq. Mətanət xanım və Nərgiz xanım bu prosesi bizə göstərəcəklər. Demək, yuxalar açılıb, 3 kündənin yuxası açılıb, onların arasına yağ çəkiləcək, sonra onlar yenidən fəsəli formasına gətiriləcək. Bu çox dadlı bir nemətdir, indi onu birazdan görəcəksiniz. Xəngəl artıq hazırdır. Fürsətdən istifadə edib belə bir gözəl, dadlı təama bizi qonaq eləyən, bunu hazırlayan Mətanət xanıma, Nərgiz xanıma, ümumiyyətlə burada olan xanımlara təşəkkür eləmək istəyirəm. Çünki böyük həvəslə, ilhamla bunları hazırladılar. Bunları deyəndə yəni tək xəngəli yox, həm də fəsəlini. Fəsəl də hazırdır, onu da çayla içirlər, samavar çayla xüsusilə ləzzət eləyir. Bundan başqa stolda siz belə bir gözəl taam görürsünüz, o qatlamadır. Xoş günlərdə, şad günlərdə onu hazırlayıb süfrəyə verirlər. Və bir daha xatırladım ki, biz Qazağın Daş Salahlı kəndindəyik. Çox dadlıdır. Mən sizə deyim, qızarmış soğanla bu xəmirin
çox gözəl harmoniyası yaranır. Qazaxda olanda mütləq xəngəlin dadına baxın. Xüsusilə də daş salahlıda. Fəsəlin də dadına baxaq. Onu da deyim ki, xəngəli yeyəndən sonra biraz pauza verin. Bir 20 dəqiqə, 15 dəqiqə, yarım saat. Burada təbiət qoyunda gəzə bilərsiniz. Ondan sonra gəlib çayla bunun dadına baxa bilərsiniz. Səhər yeməyinə bundan dadlı bir şey tapa bilməzsiniz. Çox dadlı fəsəlidir. Siz bunu yeyirsiniz və gün ərzində çox enerjili olursunuz. Nuş olsun. Kür və Ehram çaylarının qovuşduğu yer Azərbaycanın qərb bölgəsində təbiətin gözəlliyini nümayiş elətdirir. Burada iki fərqli mənbədən doğan sular birləşərək eyni istiqamətə, Kürün geniş vadisinə doğru axır. Bu qovuşma nöqtəsində suların rəngi, axının səsi, quşların uçuşu və sahil boyunca uzanan yaşıl zolaqlar göz oxşuyur. Ümumiyyətlə Kür çayının sahillərindən Göyəzan dağının ətəklərinə qədər uzanan qədim sivilizasiyanın daşıyıcısı Qazaxda görüb aşiq olacağınız yerlər çoxdur. Bunu yerli sakinlər də sizə söyləyəcək. Kim bilir neçədir dünyanın yaşı, tarixin nə qədər yazısı vardır. Hər saxsı parçası, hər məzardaşı nəsildən nəsilə bir yadigardır. Qazax rayonu Azərbaycanın ünlü mədəniyyət mərkəzlərindən biridir və çox zəngin, qədim tarixə malik olan bir diyardır. Qazax şairlərin, yazıçıların, sənətkarların, elm adamlarının, dahilərin yurdudur. Qazax bir xəzinədir. Qazaxda öyrənəcəyiniz çox şeylər var. Qazaxın gözəl gəzməli yerləri var. Gəlin, görün, gəzin, valeh olun. Qazaxın dadlı, ləzzətli mətbəxi var. Ölün, buyurun, gəlin, qonaq olun. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən, ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. Azərbaycanda hər kəsin dilində əzbər olan bu sətirlərin müəllifi Səməd Vurğunun və eləcə də neçə-neçə şairin, yazıçının, elm adamlarının vətəni olan Qazaxı kəşf elədik. Azərbaycanda səfərə başlayanda onu tanımaq üçün qərbindən, yəni elə Qazaxdan başlayın. Onu tanıyın, kəşf eləyin və bundan zövq alın. Biz isə kəşflərimizin ardınca yeni bir yola çıxırıq. Tanımağa, kəşf eləməyə davam edin. Çünki kəşf eləmək həmişə gözəldir. Kəşflərimizin ardınca düşərək Qazax rayonuna çox yaxın, qonşu olan Ağstafa rayonuna gəldik. 1939-cu ildə təşkil olunan Ağstafa 1959-cu ildə Qazaxın tərkibinə birləşdirilib. 1990-cı ildə isə o yenidən müstəqil rayon olub. Qədim insan məskənlərini, təbiət gözəlliklərini və möcüzələrini qoynunda qoruyub saxlayan Ağstafanı kəşf eləmək üçün səbəb çoxdur. Bu bölgə Azərbaycanın şimal-qərbində
Kiçik Qafqaz dağları ilə Qabırı yaylası arasında yerləşir. Onun ərazisindən Kür və onun qolu olan Ağstafa çay keçir. Bu çaylar ərazidə inanılmaz dərəcədə gözəl mənzərələr yaradıblar. Tək Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqazda ən qədim yaşayış məskəni sayılan Ağstafadayıq. Bu dəfə onu kəşf edəcəyik. Salam Ağstafa. Ağstafa 1941-ci ildə şəhər statusu alıb. Okean səviyyəsinin 300 metr hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən şəhər paytaxt Bakıdan 450 kilometr aralı məsafədə yerləşir. Ağstafa Gürcüstan və Ermənistan respublikaları ilə həmsərhəd bölgədədir. Şərq hissəsi Ceyrançöl düzüdür. Çox da böyük olmayan şəhər mərkəzi parklar, yaşıllıqlar və mədəniyyət ocaqları ilə zəngindir. Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında Gəncə Qazax mayili düzənliyində yerləşən şəhər rahat, sakit həyatla yaşayır. Ağstafada bir neçə qəşəng park var. Onlardan da biri miniatür Azərbaycan parkıdır. Burada Azərbaycanın bölgələrində olan tarixi abidələrin daşdan maketləri düzəlib. Ağstafaya səfər eləyəndə mütləq onun seyrinə gəlin. Bura çox maraqlıdır. Rayonun iqlimi mülayimdir. Səthi əsasən düzənlikdir. Cənub-qərb və şimal-şərq hissələri alçaq dağlardır. Ağstafa rayonu Cənubi Qafqazda ən qədim yaşayış məskənlərinin olduğu diyardır. ...1989-cu ildə yaradılan Avey Dövlət Qoruğu bölgənin tarixi ərazisindəki unikal abidələri nümayiş elətdirir. Azərbaycanın qərbində ibtidai insanın yaranışı və yaşamını əks elətdirən Keşikçi Dağ Mağaralar kompleksi bu qoruğun incilərindən biridir. Qədim mağaralar Ağstafanın mərkəzindən 75 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 750-950 metr yüksəklikdə, sıldırım qayalıqlarda yerləşir. Bu mağaraların yaşı minilliklərə söykənir. Burada insanların zaman-zaman yaşadığı süni mağaralar da mövcuddur. Keşikçi dağ mağaralarında göy cisimlərinə, sonra oda sitayiş edənlər, daha sonra Qafqaz Albaniyasının yerli əhalisi yaşayıb. Qafqaz Albaniyasının xristian kahinlərinin sitayiş yeri olan bəzi mağaraların divar və tavanlarında İncildən götürülmüş müxtəlif məzmunlu freskalar da var. Bu əsərlər monumental divar boyakarlığının bariz nümunəsidir. İndi onlar təbii muzey kimi tarixi yaşadırlar. Qoruğun yerləşdiyi ərazi daimi yaşayış yerləri olub. Bu da ərazidə çoxsaylı kurqanların qurulmasına gətirib çıxarıb. Tədqiqatlar zamanı məlum olub ki, torpaq və daş qutu qəbirləri ilə birlikdə burada 150-yə dək kurqan mövcuddur.
Gəncə ərazisində çoxlu sayda qədim yaşayış düşərgələri, kurqanlar, qutu qəbirlər mövcuddur. Biz hal-hazırda Kurqanlar vadisindəyik. Bu kurqanlar demək olar ki, eneolit dövründən başlayaraq tarixin dəmir dövrünə qədər burada davamlı yaşayış olubdur. Burada yarım köçəri həyat tərzi mövcud olub və bu kurqanların yaranmasına məqsəd əhalinin maldarlığa və heyvandarlığa məşğul olmasından xəbər verir. 200-ə qədər kurqan mövcuddur. Bu kurqanlar demək olar ki, bəzən onların diametri 6-7 metrdən başlayaraq 30 metrə qədər çatır. Onların hündürlüyü bəzən 3 metrə qədər çatır. Burada kurqanlar həm torpaq örtülü kurqanlar var, həm daş örtülü kurqanlar var. İlk dəfə bu kurqanlar 2020-ci ildə Keçidağ mağaralar kompleksinə yol çəkilən zaman burada kurqanların olması üzrə çıxarıldı və qoruq əməkdaşları tərəfindən bu kurqanlar qeydiyyata alındı. Bu kurqanlardan çıxan maddi mədəniyyət nümunələri xilas edilərək qoruğun fonduna verildi. Və gördüyünüz hal-hazırki kurqan isə Say Yoxuş kurqanı adlandırır və bu kurqan 2021-ci ildə tədqiqata cəlb edildi. Arxeoloq Pərviz Qasımov tərəfindən tarix elmləri namizədi, dosent və bu kurqan çox qəribə və tarixi baxımdan çox əhəmiyyətli bir kurqandır. Səbəbi isə ondan izah olunmuş ki, Amerikada bu karbon-14 analizləri aparıldı və məlum oldu ki, bu kurqanların yaşı 3500-3600-lərə qədər bir tarixi var. Qəbilə başçısının kurqanıdır və burada xüsusi bir dəfn etmə mədəniyyəti icra olunmuşdur. Ərazini gəzdikcə, məlumatlandıqca sanki qədim bir dövrə köklənirsən. Bu yerlərin ab-havası səni başqa bir sivilizasiya aparır. Burada sən nə vaxtsa mövcud olan bir cəmiyyət, mədəniyyət, həyat tərzi və həyat fəlsəfəsi ilə tanış olursan. Tarixi turizmi sevənlər üçün Azərbaycanın qərb bölgəsi təkrarsız yerdir. Məhz burada başqa bir dünyanı, başqa bir sivilizasiyanı hiss eləyirsən. Torpaqlarının tarixi uzaq keçmişə gedib çıxan Ağstafada hər kənd qədim tarix və dövrünün abidələrini yaşadır. Bu abidələrin bir çoxu günümüzə qədər gəlib çıxa bilib. Ağstafanın ən böyük kəndlərindən biri olan Dağkəsəmən kəndindəyik. Burada 1862-ci ildə tikilən gözəl bir abidə var. Eyüp Ağa məscidi. O, sırf kərpişdən hörülüb, 1990-cı ildə bərpa olunsa da, əvvəlki görkəmini qoruyub saxlayıb. Bu məscid onu tikdirən Eyüp Ağanın adını daşıyır. Ağstafanın hər kəndində qədim keçmişin izi var. Hətta kəndlərə gedən yol boyu orta əsr qəbristanlıqları, qədim türbələri görə bilərsiniz. Bu yerlər vaxtilə böyük yaşayış məskənlərinin məkanı olub. Ağstafanın ərazisində bir neçə qoruq fəaliyyət göstərir. Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci ildə kürəətrafı meşələrdə yaradılıb. Bura Qarayazı Dövlət Təbiət Qoruğunun ərazisidir.
O, Tuqay meşələrini qorumaq məqsədi ilə yaradılıb. Ərazisi təxminən 10.000 hektardan çoxdur. Burada adı qırmızı kitaba düşən bitkilər və quşlar qorunur. Qarayazı Dövlət Təbiət Qoruğunun nağılvari bir mənzərəsi var. Qarayazı qara və yazı sözlərindən ibarətdir. Burada qara böyük, yazı isə qədim türk dillərinə aid olan düzənlik, çöllük mənasında işlədilir. Qarayazı coğrafi adının mənası böyük düz, böyük çöl deməkdir. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşir. Qarayazı qoruğunun ərazisi əsasən meşəliklərdən ibarətdir. Meşəsi sahələri qumluqlar, su sahələri, bataqlıqlar təşkil edir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır. Ağstafada olanda sizin həm də məşhur dilbaz atlarını görmək şansınız var. Dilbaz atçılıq kompleksindəyik. Burada 152 baş belə atlar var, bu cins atlar var. Onu da deyim ki, bu cins atlar ən qədim at cinslərindəndir. Onlar əsasən ağ xallı və açıq göy rəngdə olurlar. Bu atlar həm yerli, həm də ki, beynəlxalq at yarışlarında iştirak edirlər. Bura gəldiniz, o zaman atçılıq kompleksinə gəlin, onlarla yaxından tanış olun. Hətta sizin bu atları minmək və onları çatmağın sirlərini öyrənmək şansınız var. Bu şansınızdan istifadə edin. Bu atlar təqribən 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində yerli atların şərq atları ilə çarpazlaşması və Qarabağ cinsinin təsiri altında yaradılıb. Dilbaz biraz Qarabağ atlarına oxşayan milli at cinsidir. Bu minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında yetişdirilir. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib. Ona diliboz, dilbaz, dilboz da deyirlər. Azərbaycanın qərb bölgələri Şəmkirdə, Qazaxda olduğu kimi, Ağstafada da xəmir xörəkləri, xüsusilə xəngəl çox populyar yeməkdir. Bu bölgədə də onu xüsusi ləzzətlə hazırlayırlar. Eləcə də ət yeməklərini. Ağstafaya səfər edəndə çoban yataqlarının birində qonaq olduq. Bu dəfə xəngəl yox, başqa yemək hazırladıq. Ağstafada Ceyrançöl yataqlarından birindəyik. Ümumiyyətlə, bu bölgədə olanda mütləq Ağstafa mətbəxinin dadına baxın. Xüsusilə də xəmir və ət yeməklərinin. Xəmir xörəklərindən qurutlu xəngəl bir başqa cür hazırlanır burada. Bu günləri Solmaz xanımdan sizə ət yeməklərinin birini təqdim edəcəyik. Solmaz xanım, salam. Salam, xoş gəlmisiniz qadın. Çox sağ ol. Bugün ət yeməyinə nə hazırlayacaq və bunun üçün bizə nə lazımdır? Quzu ətindən pörtləmə qaracağıq. İçinə soğan, pomidor, bibar doğrayıb, sürfiyə də verəndə sarımsaq tökəcəyik. Sarımsaq qatıq. Kimin könlü istəyər elə. Onda başlayaq. Birinci nədən başlayırsınız? Soğandan? Soğandan. Soğandan başlayırıq.
Buna yaylağın şah yeməyi deyirlər. Quzu ətinin pörtləməsi. Ay Allah. Bu nə gözəllikdir. Bu nə gözəllikdir. Biraz suyundan üstünə əlavə eləmək lazımdır. Bir də bunu sarımsaq qatıqla yeyirlər. İndi sarımsaq qatığı da əlavə eləyəcəm üstünə. Bəh, 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 bəh. Hə. Gəlin indi dadına baxaq. Verə bilmərəm, özüm yeyəcəm. Pomidorun tamı, bibərin tamı və sarımsaq qatıqla çox ləzzətli bir təam alınıb. Ağstafada olanda mütləq bu xörəyin dadına baxın. Nuş olsun. Tədqiqatçıların fikrincə Azərbaycanın təbii coğrafi mühiti, relyefi ən azı 3 milyon il bundan əvvəl formalaşıb və bu torpaqlarda ən qədim insan yaranması, həmçinin inkişafı üçün əlverişli şərait olub. Ağstafa ərazisindən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi və formalaşması regionlarından olmasını təsdiqləyir. Təbii ki, bu yerlərin təbiəti də öz rolunu oynayıb. Bugün də siz Ağstafaya gəlsəz, onun həm qədim ruhunu hiss eləyəcəksiniz, həm də müasir həyatla harmoniyasının şahidi olacaqsınız. Ümumiyyətlə isə Azərbaycanın qərbə açılan bölgələri sehri ilə sizi çox təəccübləndirəcək. Siz bu bölgədən bol və xoş emosiyalarla ayrılacaqsınız. Bu bölgədə hər daşın altında bir tarix yatır. Onun uzaq keçmişi, zəngin tarixi və gözəl təbiət mənzərəsi var. Odur ki, Ağstafanı gəlib, görüb, tanımağa dəyər. Kəşf edin, çünki kəşf eləmək hər dövrdə və hər bölgədə gözəldir.